Hər birinizi salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Bugün inşallah mənim hazırlamaq istədiyim, deməli KFC vardı, restoranı, KFC restoranları var. Onlar əsasən hazırlanır, toyuq ətindən orada hazırlanır. Mən hazırlayacağım dananın bel ətindən, yəni can ətindən hazırlayacağım. Bel əti fərqlidir, can əti başqadır. Can ətindən hazırlayacağım. Bu da həqiqətən yerimiz mənim super dadlı bir yeməkdir. Deməli, barmaq qalınlığında kesirik. Və yüngül düz vururuq ki, biraz daha dadlı olsun. Bayaq o tərkibləri deyəndə yumurta yadımdan çıxmış ki, bir də yumurta vurulmaq. Deməli, bu 1 kilo undur. 1 kilo un, kilo yarım, 2 kilo ətə bəs eləyir. Biz ona vururuq, mən vururam ona nə? Deməli, 2 qaşıq kraxmal, 2 qaşıq kraxmal, 2 qaşıq sərımsaq tozu, 2 qaşıq sarı kök, 2 qaşıq pul biber, 3 qaşıq duz, 1 qaşıq qara üstüyot, 3 ədəd də yumurta, bir də qabartma tozu. Bir də su əlavə edirik. Bu da bu duruluqda olana qədər su əlavə olunur. O görürsünüz necədir duruluğu. O belə olmalıdır. Gel böyle çarpıp koyalım sana. Bak bak yerimiz malmışsın. Güzellik. Ay, tamam. Yerimiz malmışsın. Bu da yaxşı olur çili soğusu ilə. İstənilən soğuslarla yemək olar.
Çiğli ilə dadıq. Bu da ellerini sağ. Geri sos bakıyorsun şimdi. Sevinç deyir ki, bunlar süt biri. Karısı olsun. Yer üzmüyoruz da. Burası lezzetli. Bir daha soya sosuna batırırsan böyle. Yeriniz məmnunsa, həqiqətən möhtəşəm, ləzzətli bir daddır. Siz də baxın, abunə olun, like eləyin. Öz yeni fikirlərinizi yazın, mən də bacardığım qədər cavablandıracağım inşallah. Görüşərik. Bacakları yarım.